Salam, yeni izah videosuna hər birinizi xoş gördük. Kimya din test toplusu 1-ci hissə 2025, səhifə 284. Kükürt və birləşmələri sulfat turşusu test izahımızda ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxacağıq. Birinci sual, dəmir və misdən ibarət 44 qram qarışığa artıq miqdarda deyirsə, deməli dəmir və mis tam sərf olunacaq, amma sulfat turşusu tam reaksiyaya girməyəcək. Götürülmüş 98% istiqat sulfat turşusu ilə təsir etdikdə 22,4 litr normal şəraitdə qaza ayrılmışdır, yəni 1 mol qaza ayrılmışdır. İlkin qarşıda misin kütləsini və sulfat turşusu məhlulun kütləsini hesablayın. Misin kütləsi yaxşı da, amma məhlulun kütləsini necə tapacağıq? Yəni bu sualı yazan məhlulun kütləsini necə tapıbsa, biz də elə tapacağıq, amma yəqin ki düz tapa bilməyib heç özü. Nə bilim valla. Təsəvvür edin, nə qədər sualı şərtin düzəldib həll eləmək olar. Bezmişəm. Yəni indi mənim görə bildiyim səhvlərdir. Bəlkə də görə bilmədiyim, diqqətsiz elədiyim, həmin anda belə deyək də fərqində varmadığım nə qədər səhv var. Deməli, burada dəmir 3 valentlidir. Bir dənə dəmir, 1 mol dəmir, 1,5 SO2 çıxarır. Mən bu qaydanı demişdim də, sürətli əmsallaşmanı aparmaq üçün. Deməli 2 molu 3 olar və bura dəmirlər bərabərləşdi. Bura bir 6, burada bir 6 atırıq. Mis plus sulfat turşusu yazdıq. Mis SO4 plus SO2 və su. Mis 2 valentlidir. 1 molu 1 mol çıxar. Elə burada SO2 1 qalacaq. Burada 2 atacağıq. Burada 2 atacağıq. Dəmir mis ikisi bir yerdə 44 qramdır. Birinə dəmirə biz x mol desək, x mol. Misə də y mol desək, AB-dən daha xoşum gəlirdi. Gəlin AB deyək. A mol desək, B mol desək. İndi dəmirin ayarı 56 olduğu üçün 56 A qram dəmir reaksiya sərf olunacaq. Çünki sulfat turşusu artıq miqdardır. Deməli dəmir və mis tam sərf olunacaq. 112 qram dəmir ilə 6 vur 98 qram sulfat turşusu reaksiya daxil olur və 3 mol SO2 əmələ gəlirsə 56 A qram dəmir ilə bunu burada taparıq. Neçə eləyəcək? 2 dəfə. 2 dəfə. Bəli. 294 A qram sulfat turşusu sərf olunar və 1,5 A mol SO2 alınır. 64 qram mis ilə 196 qram sulfat turşusu reaksiya daxil olar, 1 mol SO2 alınır. 64 B qram mis ilə 196 B qram sulfat turşusu reaksiyaya girər və B mol SO2 alınır. Üzrə sayın. Qarışığın ilkin kütləsi 44 qramdır. Yəni 56 A üstə gəl 64 B bərabərdir 44. Və alınan qazın mol cəmi 1,5 A plus B mol bərabərdir 1'dir. Sistem tənliyi aşağını 64'ə vursaq 96 A üstə gəl 64 B bərabərdir 64. Yuxarı olduğu kimi qalsın. 64 B bərabərdir 44. Sistemdə yuxarıdan aşağı çıxsaq eləyəcək 96-dan 56 neçə eləyir? 40 A bərabərdir 64-dən 40 20. Bunlar onsuz da gələcəklər. A bərabərdir 0,5 mol. Deməli dəmir 0,5 mol olub. Mis bu 0,5'i buraya yerinə qoysaq 1,5'i 0,5'ə vursaq 0,175 cəmi də 1 olduğuna görə B də olacaq 0,125 mol mis. Və bizdən ilkin qarşıda misin kütləsini istəyir 0,125 vurulsun 64, yəni 16 qram mis. Bax bu birinci cavabıdır. İlkin qarşıda misin kütləsini tapdıq. Sulfat turşusu məhlulun kütləsini hesablayın. İndi baxın bu sualı yazan necə fikirləşir? Fikirləşib ki reaksiyaya girən sulfat turşuların kütləsi cəmləsək
bu məhlulun 98%-dən sulfat turşusu təşkil edir. Çin həmin cəmə 98% deyəcək, məhlul da 100%-dir. Amma bu sual yazanın unutduğu bir şey var ki, sulfat turşusu artıq miqdarda vermisən və tam sərf olunduğu barədə də bir şey deməmisən. Beləmi? İndi mən hardan bilim ki, bunun məsələn, gəlin hesablayaq. Reaksiyaya girən sulfat turşusunun kütləsi, MH2SO4-ün reaksiyaya girən kütləsi 294 A idi. A 0.5 vur 0.5 üstə gəlsin. 196 B idi. 196 vurulsun 0.125. İndi bunları hesablasam 147 üstə gəl 90 196 bölü 4. 49 yəni 196 qram. 196 qram sulfat turşusu reaksiyaya daxil olub. Amma mən durub buna 98% deyə bilmərəm. Niyə? Çünki sulfat turşusu artıq miqdarda götürüb. Bəs nə qədər artıq qalıb? Ey sual yazan. Bunu desəm çox yaxşı olardı. Əslində burada belə bir şey olmalıdır. 196 qram sulfat turşusu reaksiyaya girib, fərz elə x qramda artıq qalıb. Bu oldu ilkin o sulfat turşusu məhlulun içindəki sulfat turşusunun kütləsi. Mən deməliyəm 196 plus x 98%-dir. Məhlul özü isə 100%-dir. Və məhlulun kütləsi də indi buradan bir ifadə çıxır, odur. Konkret cavab almırıq. Amma yəqin ki, onlar necə düşünür? Bu x-i heç düşünməyiblər ki, bunu artıq miqdar deyirəmsə, hamısının sərf olunduğunu da bir eyham vurmuramsa, artıq qalma ehtimalı var. O zaman onlar belə hesablayıblar. Böyük ehtimal. O məhlul da 200 qram edir. Amma yanlışdır. Üzr sayın. İkinci suala baxaq. Bayağı bir yer apardı. Birinci sual deyəsən işimiz var. Çox vaxt apardı. 6 dəqiqə, 7 dəqiqə yaxın. Qapalı qabda dəmir S2 və sink S-dən ibarət qarışığın artı miqdarda oksigenlə qarışıq təsir zamanı maddələrin miqdarının dəyişmə qrafiki verilmişdir. Baxın, artıq miqdar oksigenlə. Yəni mən bunları tam sərf edəcəm. Amma oksigen artıq qala bilər. Reaksiya nəticəsində alınan sink oksid mol sayını və başlanğıc qarışıqda dəmir S2-nin kütləsini qramla hesablayın. Oksigenə aid bir söhbət verib də oksigeni gələk tam əmsallaşdıraq. FeS2 plus O2 dəmir 2O3 və SO2 alınır. Bunun əmsalları 2, 11, yox, 4, 11, 2, 8 idi. Snickers, yəni Sinkes plus O2, bu da Sinko SO2. 2, 2, 2 olacaq. O qədər yazmışıq. Şükür yadımızda qalıbdır. Ona da vaxt itirməyik. İndi bizim gördüyümüz nədir? Biz nə görürük? Biz görürük ki 12-dən 2-yə gələrək 10 mol SO oksigen sərf olunub. 2 reaksiyanın cəmində. Artıq miqdar dediyi 12 imiş. Və SO2-də 7 mol SO2 alınıb 2 reaksiyanın cəmində. Gəlin belə eləyək də. İlkin qarışıqdakı dəmirə bir dənə A mol deyək. Sinkesə də B mol. 2 mol sinkes reaksiya daxil olduq da. 3 mol oksigenlə reaksiya daxil olur. 2 mol sink oksid əmələ gəlir. 2 mol da SO2. B mol olsa 1.5 B B B. Dəmir S2 üçün də 4 mol reaksiya daxil olur da 11 oksigenlə 2 mol dəmir 3 oksid və 8 mol SO2 əmələ gəlir. A'dan 4 dəfə az 11 bölü 4 neçə edir? 2,75 mol. 75 A mol oksigen sərf olunar. 0,5 A mol dəmir 2O3 alınır. 2 A mol da SO2 alınır. İndi sərf olunan oksigen 10 moldur. Onu da yazacağım. Yazıram ki 2,75 A üstə gəlsin 1,5 B bərabərdir 10. Eybəcər rəqəmlərdir. Və alınan SO2-nin də mol cəmi 2A üstə gəlsin B bərabərdir 8. Reaksiyada alınan sink oksid mol sayını istəyir, B-ni istəyirsə A-nı B-yə gətirək. Çünki çox eybəcərdir bu. Aşağını 1,5-ə vursam, deməli, bu elədir 3A üstə gəlsin 1,5 B bərabərdir 12. Yuxarı olduğu kimi 2,75A üstə gəl 1,5 B bərabərdir 10. Sistem yuxarıdan aşağını çıx. 0,125 A bərabərdir. Bunlar getdi 2. A da bərabərdir 4 dəfə çox. 2 4-ündə 8 mol. Deməli, dəmir S2 8 moldur.
FeS2. İndi bu 8-i mən nə səhv hesabladım? Bircə saniyə. 2.75 deyil ki. Moldu da, bu da moldu. 4'ə 11. 2 11'i 2.75 8. Bəli. Nəsə hesab səhv edirəm, amma görə bilmirəm. 3A. Hani 3A? Aha, aşağıda. Deməli 1.5B 3A 2.75. Bu da düz. Bu da düz. Burada 12'den 2'ye gelip 7 ayda 7 diye SO2. 2 bura bak 7 olmalıdır bu. Çok pis. 1.5 7 oranda. 10.5. Xırda bir tane dikkatsizlik. Yok. Bu heç bu 10'dur. Bu 10.5 olacaq. 0.5 olacaq. 2 olacaq. Görün nə qədər fərq elədi ha. Çox pis. A bərabərdir 2 mol FeS2. 7 demişəm, gəlib 8'ə bərabər. 8 hardan gəlib ümumiyyətlə? Niyə 8? Deməli, buradan da B-nin yerinə A-nı aparıb yerinə qoysaq, 2, 2'nin 4, 7'dən 4 çıxsa, B deyir 3 mol. 3 mol oldu bu Zinc S və bizə deyir ki, alınan zinc oksidi mol sayına B demiş. Elə bu 3 mol olacaq. 3 mol zinc oksidi oldu. 3 cavab. Və başlanğıc qarşıda dəmir S2'nin qramla kütləsini hesablayın. 2 mol FeS2. Dəmir S2 120'dir. 2'yə vursaq 240 qram eləyəcək. Bəli. Maksimum diqqətli olmaq lazımdır ki, səhv olmasın. Üçüncü sual. 5 mol kükürdün qatı sulfat ilə reaksiyasından neçə litr qaz ayrılar? Reaksiya daxil olan sulfat kütləsinin kütləsini, sulfat turşusunun kütləsini. S plus qatı sulfat reaksiyasından SO2 və su alınır. Deməli, oksidaşmə dərəcə ilə də eləyə bilərik. Dədə-baba ilə eləmək çətin olar. 0-dan müsbət 4'ə gəlib 4 keçid, müsbət 6'dan 2 keçid, 2 bura, 1 bura və yaxud başqa bir yol da deyə bilərdim. Bəli, deyə bilərdim. Xeyr, deyəməzdim. Bura 3 atdıq, burada 2 atdıq. Düzəldi. 3-in 6'da 2, 8. Bəli. 5 mol kükürdün qatı reaksiyasından neçə litr qaz ayrılar? Reaksiya daxil olan. Gəlin bura belə yazaq. Tam reaksiyasından. Neçə litr qaz ayrılar? Reaksiya daxil olan sulfat turşusunun kütləsini. 1 moluna 196 qram sulfat reaksiya girir və 3 vur 22.4 litr qaz ayrılar. 5'dən deməli 5 moldan ne kadar sulfat turşusu oldu? 980. Bura isə qazımız nə qədər olacaq? 3 vurulsun 22.4, o da vurulsun 5. 336 litr. Deməli, birinci qazı soruşur. Birin cavabı bu. İkinci də sulfat turşusunu soruşur. İkinin də cavabı bu olacaq. Bu qədər. Dördüncü sual. Qazdırsa SO2'dir. Bu sudur. FeSO4 də bu FeSO4. 2 valentli. Duru ilə. Hidrojen alınırsa durudur. Durudursa duzda 2 valentli olacaq. X və Z maddənin nisbi molekul kütlələrini hesablayın. X SO2'dir. X'in nisbi molekul kütləsi 64'dür. Z də FeSO4'dür. Dəmir 56 plus 96 kimi, 56 plus 96 kimi hesablasaq 152 olacaq. Bəli. 5-ci suala baxaq. Kalsium karbonat və kalsium oksid, biri A qram, biri B qram. Sulfat turşusu tam reaksiyasına alınan duzun mol miqdarı şükür tam sözü gördük birində. Kalsium karbonat və sulfat turşusu.
kalsium sulfat, su və karbon qaz. Bu reaksiya bilinmirədir. Kalsium oksid üstü sulfat turşusu. Bu daha qısa olacaq. Kalsium sulfat və su reaksiya yeni bilinmirə. Sulfat turşusu tam reaksiya alınan duzun mol miqdarı m mol, m mol, m 1 mol alınanda bu 100 qram reaksiya daxil olur. M mola 100 m. Yəni A bərabərdir 100 m. Deməli 1 mol duz alınanda bu 56-dır. Kütlələr niyə verməyib olar? 56-dır. M mola da bu da olacaq. Nə olacaq? 56 m. Və bu da nədir? B-dir. B böl A. B böl A. B böl A bərabərdir 56 m. Bölünsün 100 m. 0,156 eləyər. Sonra m böl A. M böl A. M böl A yazsaq. M qalsın. A nə idi? 100 m. Getdi 100-də 1. Nə mənasız sualdır. 6-cı suala baxıraq. Maddələrin kütlələrinin zamanla asılı dəyişməsinə əsasən dəmir və kükürt arasında. Dəmir və kükürt. 6-cı sual yazaq. O fes alınır. Dəmir 2 sulfid. M hesablayın. Deməli 44 qram alınıb. Çox qəşəng. Bu nə qədərdir? 56 üstə 88 qram alındıqda 32 qram dəmir, bağışlayın kükürt, 56 qram dəmir tam reaksiya daxil olaraq qramdır da bunlar. Yazmasan da qramdır. İndi 44 qram nə istəyir? N və M hesablayın. Fikir verin. Eyni kütlədə başlayıblar. Biri tam sərf olunub, biri isə artıq qalıb. 44 qram. Necə eləyək ki, buna Allaha xoş getsin. Belə eləyək də. 2 dəfə azalıbdır. 16 qram kükürt reaksiya girib. 28 qram da dəmir reaksiya girib. Və eyni kütlədə götürülsələr, dəmir daha çox sərf olunur. Çünki 28 qram reaksiya girir. Və dəmir çox sərf olunur və o deməkdir ki, burada tam sərf olunan elə dəmir olacaq. Deməli, elə N28-dir. Və kükürt də N qram, yəni 28 qram götürülüb. Amma 16 qram reaksiya girdiyi üçün 28 çıx 16, yəni 12 qramı artıq qalır. M də 12-dir. 7-ci sual. Reaksiyanın tənliyini yazın və əmsallaşdırın. Nə reaksiyadır? S-bəl. Reaksiyadan birinci bu dediyini yazaq. Fikrə qarışdırmadan. Kükürdün natrium hidroksitlə reaksiyası 2 duz alınır da. Disproporsiya. Natrium 2S, natrium 2SO3 və su idi. Deməli 0 -2 2 keçid, 0 -4 4 keçid, 2 bura, 1 bura. Deməli natriumlar 2 2 4 2 6, kükürtlər 2 1 3, hidrogen 3, elə verirəm oksigen də bərabərləşdi artıq. 6, bəli, bərabərləşdi. Reaksiyanın tənliyi yazın, əmsallaşdırın. Yazdıq, əmsallaşdır. Reaksiyadan 0,6 mol oksigensiz duz, 0,6 mol alınmışsa artıq qalan maddənin miqdarını hesablayın. Yəni bunlar kükürt və natrium OH eyni molda götürülür. Hansı artıq qalacaq? Yaxşı, 2 mol oksigensiz duz, yəni natrium sulfadı alınması üçün 6 mol natrium OH reaksiyaya girməlidir. 3 mol da kükürt. Bəs 0,6 mol alınması üçün nə qədər natrium OH reaksiyaya girməlidir? 6 6-nın 36 2-yə bölündü. 1,8 mol natrium OH reaksiyaya girməlidir və 0,9 molda kükürt reaksiyaya girməlidir. İndi bunlar eyni molda götürsələr, gördüyümüz kimi natrium OH çox reaksiya girəcək, tam reaksiya girəcək. Artıq qalan maddənin bunları eyni molda götürsək və sualda yenə natamamlıq var. Baxın necə. Reaksiya tam getdiyini demir.
Çünki olsun da bax 0,6 mol natrium 2-yə salınsın. Məsələn, hərəsindən 2 mol götürmüşəm. Demir ki, reaksiya tam gedir, düzdür? Reaksiya tam gedir demədiyi üçün bu enləri ürəyim istəyən, yəni 1,8-dən kiçik olmayan, ürəyim istəyən böyük rəqəmlər götürə bilərəm. Bu problem deyil. Hə, əgər desə reaksiya tam sərf olunursa, tam gedirsə, o zaman sınırlı deyək də, yəni mənim bir sərhədim olacaq. 1,8-dən az və ya çox götürə bilmərəm. Hər ikisini 1,8 götürməliyəm və artıq qalanda bu kükürddən olacaq 0,9 mol. Deməli kükürd artıq qalacaq. Amma yəni reaksiyanın tam getdiyini demədiyi üçün məncə tam şərt deyil də bu. Növbəti sualına davam edirik. 8-ci sualda qat sulfat turşusunun içərisində m qram natrium olan qaba töküblər. Reaksiyanın tənliyi yazını əmsallaşdırın. Bu qabdan da 6,8 qram. Heç nə danışmayacağım. Ürəyim qoy partlasın. Natrium üstəgən H2. Deməli, natrium 0-dan müsbət 1-ə gəlir, 2 keçid var. Kükürd müsbət 6-dan mənfi 2-ə gəlir, 8 keçid var və 4 bura, 1 bura ataraq natrium 8, kükürd 5 və burada 4 atırıq düzəlir. Bəli. İndi reaksiya natrium tam sərf olunur dedik. Hə, 8 vur. 8 vur. Bu neçədir? 23 qram natrium tam reaksiya girdikdə qaz H2-dir. 34 qram H2 qazı alınır. Bəs 6,8 qram alınıbsa və natriumda tam sərf olunursa, m qram natrium reaksiyaya girib. Bu da eləyəcək. Deməli, bircə saniyə. 8 vur 23 vurulsun, 6,8 bölünsün, 34. 36,8. Bəli. Deməli, 8-ci sualın cavabı 66,8 oldu. 9-cu suala baxırıq. H2S, XS və sudur bu. S qat sulfat, SO2 və sudur. XY formulunu yazdıq. 16 qram kükürdün qatı H2S tam reaksiya neçə mol X alındığını hesablayın. Tam görürsünüz, tam reaksiyasına. Yəni kükürdün hamısının reaksiya girəcəyini bizə demək istəyir. Yuxarıdaysa onu bizim özümüz ürəyimizə dammalıydı. İkinci reaksiyanı bunu bayaq yazmışdım da. S plus 3 H2SO4 idi. SO2 və H2SO4 yox, SO2 və su idi. 3 SO2 və su idi. Bax, belə əmsallaşdırmışdım. 3 idi su. 3, 4, 12, yox. Bir dəqiqə, mən bura 2 idi. 2 idi, bura 3 idi, burada 2 idi. 2, 4, 8, 3, bəli. Deməli, səhv suallar yordu yeməni. Bu nə deyim? Deməli, 32 qram kükürdün tam reaksiyasından neçə mol X? X SO2'dir. 3 mol SO2 alınırsa 16 qramdan da 1,5 mol alınır. Deməli, cavab olacaq 1,5. 10-cu sual. X və Y moleküllərində olan atom saylarının cəminin X SO2'dir, Y də SF6'dır. Moleküldə olan atomlar 3 burada, 7 burada, 10. Birin cavabı 10. 0,5 mol Y alınması üçün lazım olan fluorun həcmini hesablayın. Hesablayaq da S plus fluor 2 reaksiyası SF6 alınırsa, bura bir 3 atırıq. Deməli, 1 mol SO2 almaq üçün normal şəraitdə 67,2 litr fluor lazımdır. 0,5-ə də 2 dəfə az 33,6 litr lazım olacaq. 11-ci sual. Deməli, burada X H2S, bu Y SO2 yazdıq. X və Y-in reaksiya tənliyini yazın və əmsallaşdırın. H2S plus SO2 reaksiyası çox məşhur reaksiyadır. Kükürt hemoksidləşdiricəm reduksiya edicidir, konmutasiyadır. Budur. Bunu əmsallaşdırsaq, dədə-baba elə verirəm işə yarayaq. Oksigenə görə 2 atdıq, 2 atdıq. Kükürt də 3 oldu. Düzəldi. Yenə bu
kükürt natrium OH reaksiyası bayaq bu var idi. Bunu bir dəfə də əmsallaşdıraq. Qalıq bu reaksiya. İlahi qalaydı nə olardı? Hə, bu da heç tənbəllik eləməyib. Bunu kəsb aparacam. Onu da mən yazmışım. Deməli, burada bunları silək. Qəşəngcə. İndi nə istəyir? 12-ci sualdır. Yazdıq, əmsallaşdırdıq. Natrium OH-ın əmsalını bir, yaxşı. 1 mol X və natrium OH-ın əmsalı 6-da görürsünüz. 1 mol X və 1 mol Y-dən ibarət qarşılıqda olan atomların mol sayları cəmini hesablayın. 1 mol natrium 2S və 1 molda natrium 2SO3 götürsək, mol sayların cəmi 3 üstü 3, 6'da 3, 9 mol atom olacaq. Deməli, reaksiya daxil olan maddələr, dəmir duru sulfatla reaksiya girsə, duz dəmir 2 sulfat və reduksiya məhsulu H-ın müsbət 1-dən 0-a gəlməklə H2 olacaq. Dəmir qatı sulfatla reaksiyada alınan duz 3 valentli duz olur. Reduksiya məhsulu isə artıq burada oksidləşdirici qatı sulfat olduğu üçün reduksiya məhsulu SO2 olacaq. Y yazdıq, hər şeyi yazdıq hətta. X-in natrium OH ilə X-anı, bunun natrium OH-da reaksiya tənliyini yazın və əmsallaşdırın. Dəmir SO4, natrium hidroksid, burada dəmir 2 hidroksid və natrium sulfat alınır. Burada 1-2 atırıq, reaksiyada əmsallaşmış olacaq. Deməli, başqa bir şey istəmir bizdən. 14-cü suala baxırıq. 4 mol H2S yandırıldıqda bir hissəsi tam, digər hissəsi natamam yanmışdır. Çox gözəl. Yanma reaksiyanın cəmi 5 mol oksigen sərf olunduğunu bilirik. Hər iki reaksiyada alınan mürəkkəb maddələrin və alınan bəsit maddələrin mol sayını hesablayın. 14-cü sual keçid elədik. H2S nə eybəcər H2S olacaqdır. Oksigen tamam yananda kükürt və su, tam yananda SO2 və su alınır. İndi əmsallaşdırsaq, bayaq bu yuxarıda bu yuxarıdakı əmsallaşmışdı deyəsən. Deməli, oksigen görə 2 atdığımızı demişdik. Bura 2, bura 3. Burada 2, 3, 2, 2'dir. Bütün əmsallar. 4 mol H2S yandırıldıqda bir hissəsi tam, digər hissəsi natamam yanmışdır. Fərz edək ki, natamam yanan A moldur. Tam yananda B moldur. Deməli, nəzəri olaraq 2 molundan 1 mol oksigen sərf olunur. 3 mol kükürt. Bəsit maddəni istəmir. Bəsit də istəyir. 3 mol bu, 2 mol bu. A-ya 0.5A. 2 də elə bir azaldırıq da. 1.5A. A. 2, 3, 2, 2-dirsə nəzəri olaraq 1.5B. B-im eybəcərləşirdi. Deməli, B. İlkin miqdar A üstə gəl B oldu 4. Yanmaya sərf olunan oksigen 0.5 A üstə gəlsə 1.5B oldu 5. Sistem qoşaq bir dənə buna, aşağını 2-yə vuraq. Deməli, yuxarı olduğu kimi qalsın A plus B bərabərdir 4. Aşağını 2-yə vursaq olacaq A plus 3B bərabərdir 10. Aşağıdan yuxarını bu səfər çıxacaq. 2B bərabərdir 6, B bərabərdir 3. B-nin 3 qiymətini qoysaq A oldu 1. Nə istəyir? Hər iki reaksiyada alınan mürəkkəb maddələrin və alınan bəsit maddənin mol sayını hesabla. Mürəkkəb maddələrin mol sayını istəyirsə, mürəkkəb maddələr A1-də baxın, 1. Bura 1.5. B 3'dür. 3, 3. İndi mürəkkəb maddələri deyirsə, 1, 3, 3. Elə də 7 mol. Bəsit maddədə istəyirsə, deməli, bu da olacaq kükürtdür. Başqa bir şey var burada. 1.5 mol kükürt olacaq. Bəli. Sonra
Bir dəqiqə. Baxın, bu əmsal mənim yadımda. Estağfirullah. Bu 2 deyə yoldaşlar. Deməli, mürəkkəb maddələr 7 bəsit 1 olacaq. Çünki mən səhv əmsallaşdırmışdım. Bəli, davam edirik. 15-ci sual. 36 qram su üzərinə x qram SO2 əlavə etməklə 20%li oleum. Oha, oleumlar gəldi. X-ı və alınan məhlula sulfat turşusunun kütləsini hesablayın. Buna əvvəlki keçən DİM vəsaitin DİM test topluluğunda da oleum sualları vardı, amma bu fərqli bir ibarə idi. Bu deyil. Orada isə eni filan soruşur deyəsən. İzah videosu var YouTube'da. Hər nəysə, oleum haqqında mən bu kanalda elə izah videom var və nümunə suallar var və oleum nə zaman yaranır, onun da mahiyyətini izah eləmişim. Burada da təbii ki, qısa bir şey danışılacaq, amma o videonu izləsəniz daha aydın olar sizə. 36 qram su üzərinə x qram SO2 əlavə etməklə 20%li oleum alınmışdır. Yəni, oleum məhlulunda su olmur. Yalnız SO3 və sulfat turşusu olur. Oleum da o zaman alınır ki, su və SO3 qarışanda su tam sərf olunur. SO3-dən artıq qalır. Sulfat alınır. Artıq qalan SO3 alınan sulfatın içində həll olaraq müəyyən faizlə oleum məhlulu yaradır. İndi reaksiyamızı yazırıq. SO3 və su reaksiyasından sulfat turşusu əmələ gəlir. 80 qram SO3 18 qram su ilə reaksiya tam daxil oldu. 98 qram H2SO4 alınır. İndi su dedik ki, tam sərf olunacaq. 36 qram su 160 qram SO3 ilə reaksiya girər və 196 qram sulfat alınır. İndi x qram SO3 deyir, bu 160 deyil. Elə bil ki, x qramın 160 qramı sərf olunur. X-160 da hələ o məhlulun içində var. Hansı ki, o X-160 bu 20%-i yaradır. Təbii ki, mən belə eləməyəcəm. Mən artıq qalanı X-160 deməyəcəm. Belə bir şey deyəcəm. Oleum məhlulunda SO3 var və sulfat turşusu var da. Və faiz SO3-ündür. 20% deməli orada SO3 var. Deməli 80% də sulfat turşusu. Sulfat turşusunun kütləsini görürəm də 196. O artıq qalan SO3-ə də bir də A desək. Onda 4 dəfə az 49 qram o məhlulun içərisində SO3 artıq qalıb var. Alınan məhlulda sulfat turşusunun kütləsini 196 tapdıq. X-ı da istəyir. X-ı və alınan məhlulda sulfat turşusunun kütləsi. Bu 2-nin cavabıdır. Bir saniyə düz yerə. Bu 2-nin cavabıdır. 196. Bəs bizdən həm də nə istəyir? X-ı istəyir. X da X. Bütün SO3-də 160 qram reaksiya girib 49 da artıq qalıb. Deməli var imiş 209 qram SO3 əvvəldə. Cavab X olacaq 209. 16-cı suala baxaq. Yenə deyəsən o oleumdur. 200 qram SO3-ün 9 qram su ilə qarışdırılmasından oleum alınmışdır. Alınmış oleumun tərkibində SO3-ün mol miqdarını və alınmış oleumun tamamilə H2SO4-ə çevirmək üçün lazım olan suyun kütləsi. Eyni reaksiyadır. 16. Deməli SO3 üstə gəlsin su H2SO4. Yenə 80 ilə 18 reaksiya girdikdə 98 alınır. 200-ü təbii ki, SO3-ün üstünə yazmayacağım. Çünki SO3 artıq qalandır. 9 qram su tam reaksiya girər. Nə qədərlə? 40 qramdan. Nə qədər sulfat alınır? 49 qram. Deməli, 200 qram SO3-dən 40 qram reaksiya girsə, 160 qram SO3 artıq qalacaq. Oleumun içində 160 qram var. Oleumun tərkibindəki SO3-ün mol miqdarını istəyirsən, bunu da ml-nə 80-ə bölsən 2 mol. Birinci cavabı budur. Alınmış oleumu tamamilə sulfata çevirmək üçün lazım olan suyun kütləsini. Alınmış oleumda SO3 və sulfat turşusu var. Oradakı SO3-ü biz sulfata çevirə bilərik. Bəs belə düşünək də, baxın. 1 mol SO3-ü tamamilə sulfata çevirmək üçün 18 qram suya ehtiyacımız var.
Bəs axı SO3 2 mol idi. 2 mola nə qədər lazımdır deyəcəyik. X da bərabər olacaq 36 qram. Bizim daha 36 qram suya ehtiyacımız var ki, bu məhlulu tamamilə sulfat məhluluna çevirək. Sulfat turşusuna daha doğrusu çevirək. Baxın. Lazım olan suyun minimum kütləsi deməliydi. Çünki 36-dan böyük istənilən rəqəm. Amma burada minimum kütlə bəlkə deməyə də bilər. Alınmış oleumu tamamilə H2SO4-ə çevirmək üçün. Əslində məntiqdən məsələn 36 qram su lazımdır. Mən 40 qram su da götürsəm alınmış oleumu, yəni SO3-ün hamısı sulfata çevriləcək. Sadəcə fərqi olacaq ki, 4 qram da əlavə orada su olacaq. Bəli. Tamamilə sulfata çevirmək üçün 36 qram su lazımdır deyə bilərik. Minimum 36 qram su lazımdır. 17-ci sual. Deməli, bu reaksiya nə qəşəng əmsallaşdırıb da sağ olsunlar. 1 və 2-ci reaksiya cəmi 5 mol SO2 sərf olunur. Alınan duzların tərkibində isə cəmi 9 mol natrium olduğunu bilərək. 9 mol natrium. Çox gözəl. İkinci reaksiya sərf olunan natriumun kütləsini. Biraz böyüdək bunu. Belə bir şey işləyək. 1 molla natrium kütləsini istəyir. SO2 sərf. 1 molla 1 mol natrium HSO3 alınır. Buna A mol desək, A mol alınır. 1 moldan 1 mol natrium 2SO3 alınır. B'dən B alınır. İndi bir iş görək. Bizim sərf olunan SO3 5 moldur. A üstə gələk B 5'dir. Alınan duzların tərkibindəki natriumlar isə 9 moldur. A mol natrium HSO3-ün tərkibində elə A mol natrium var. B mol natrium 2SO3-ün içində isə 2B mol natrium var. Aşağıdan yuxarıdan çıxdıq mı? B9, B4, A1. Bəli. İkinci reaksiyada sərf olunan natrium H-ın kütləsini və alınan duzların mol nisbətini hesablayın. Alınan duzların mol nisbəti elə ikincini rahat hesablaya bilirəm buradan. Bərabərdir. Natrium hidrosulfat A mol alınıb A1'dir. Natrium sulfit hidrosulfit idi o, hidrosulfat dedim, hidrosulfit. Natrium sulfit isə 4'dür, 0,125. Bəli. Bu ikincinin cavabıydı. Birincidə isə deyir ki, ikinci reaksiya sərf olunan natrium H-ın kütləsini. İkinci reaksiya natrium H-ın sərf olunan kütləsi. Buna B demişdim də, B də 4'dür. 1 mola 80 qram, 4 mola 4 dəfə çox, 320 qram. İkincinin də cavabı 320 olacaq. Yəni birincinin cavabı. Bir də bunu soruşur. Sonra 18-ci sual. Kalium pirosulfatın parçalanmasını gəlin onu qıraqda təmiz bir yerdə yazaq. 18-ci sual. Çox yorucu oldu. Ümumiyyətlə ətraflı yazılar çox yorucudur. Mən də istəyirəm ki, bir video izahda hamısını izah edeyim. 2-3 video izaha ayırmayım. Belə də mən çox yoruluram. Deməli, burada da su ilə SO3 girər. YSO3'dür. H2SO4 alın. Ümid eləyirdim kalium pirosulfatın əmərini verib verməyiblər. Sağ olun. Əslində belə düşünə bilərəm. Kalium 2SO4 174'dür. Üstünə SO3 yəni 80 gəlməli. 254 qramda əməri. Yəni əməri qramdır demək düz deyil. Molyar kütləsi 254 qram bölmə oldu. 127 qram parçalanmasına alınan Y-in su ilə reaksiyaya neçə qram Z alındığını və alınan Z-in neçə qram X ilə reaksiyaya girdiyini hesablayın deməli. Çox gözəl. 254 qramdan öncəliklə YSO3'də Z də sulfat turşusudur. X də kalium sulfatdır. Bəs belədir ki, burada əvvəlcə SO3-ün molunu tapaq, sonra ikinci reaksiyada istifadə edək və yaxud da belə bir dənə yol deyim sizə.
İki reaksiyanı tərəf-tərəfə toplasaq, bunlar gedər. Kalium 2, kalium 2 S2O7 plus su deyib, kalium 2SO4 plus H2SO4 deyə bir ümumi reaksiya tənliyi ala bilərik. Yəni 254-dən alınan neçə qram Z alınır? Yəni sulfatı 98 qram alınırsa, 127-dən 2 dəfə az 49 qram alınır deyə bilərik. Yəni bir var, birinci reaksiyada bunun molunu tapan 1 mol, buradan 127-dən 0,5 mol gətirib 1 moldan 98 alınır, 0,5-dən 49 alınır deyəm. Bir də ver 2 reaksiyanın tərəf-tərəfə cəmindən bir ümumi tənliyi alıb onun üstündə eləyim. İndi soruşa bilərsiniz, biz bunu ətraflı yazılar və yaxud siz deyin, situasiyada yazsaq düzmü çıxar? O meyardan asılıdır. Yəni bəzən deyim, həqiqətən də insafsızca bal kəsmək üçün hər yoldan istifadə edir. Məsləhətim odur ki, sizə bu uzun da olsa birincini istifadə edin. Yazınız həm böyük olsun, həm də diliniz uzun olsun. Amma ki, ikinci birincidən daha qısadır, həqiqətən çox rahatdır. İkinci dediyim, yəni bax bu da bu. Nəysə, Z alındığını və alınan Z-in neçə qram X ilə reaksiya girdiyini, yəni kalium sulfatla H2SO4-ün bir də reaksiyasını yazmalıyıq. 1-2, kalium sulfat H2SO4 ilə reaksiya girər. Bəli. Eyni qalıqlı olduqda, ən az 2 H fərqi olduqda reaksiya gedir və turş duzu alınır. Bura bir 2 atıraq düzəlir. Alınan Z-in neçə qram X ilə tam reaksiya daxil olduğunu, alınan Z 49 qram sulfatdır. Neçə qram X qram? 98 də 174 ilə reaksiya girdiyinə görə 2 dəfə azalaq. 87 qram. Bu da oldu 87 qram. Bəli. 1 və 2-nin cavabları. Görək burada nə deyir, nə böyük sualdır. 19 qram deyir. Yox, 19-un sual. Hər şey qram görəm artıq. Su ilə qat sulfat turşunun durlaşdırılması şəkildəki kimidir. Birinci qabda olan maddənin üzərinə dəmir alıb. Bilirik ki, biz qat sulfatın üzərinə su əlavə edə bilmərik. Suyun üzərinə qat sulfat əlavə etməliyik ki, durlaşmanı apara bilək. Ətrafa turşu sıçraması. Və birinci qabda olan maddənin üzərinə dəmir əlavə edib qızdırdıqda, yəni qat sulfatın üzərinə dəmir əlavə edib qızdırdıqda, bu reaksiyanı artıq bayaqdan bəlkə 2-3 dəfə yazmışıq. Mənim yadımda qalan 2 dəfə. Dəmir 2SO4 3, üstə 3SO2 6 su. Bu reaksiya gedir. Birinci qabda olan maddə üzərinə dəmir əlavə edib qızdırır. Alınan məhsulun mol sayının zamanlasında qrafikinə əsasən kimya formulunu yazın. Nəyin kimya formulunu? Nəyin kimya formulunu istəyir o? Və N-in qiymətini hesablayın. Hamısının kimya formulunu yazaq. Məsələn, burada nəyisə istəyib yəqin. Dəqiq nəyisə istəyib, mən bilmədim. Mən bilmədim yox, daha doğrusu aydın deyil də. Deməli, 1 mol bu alınanda 3 mol SO2, 6 mol bu alınır. İndi mol zaman qrafikinə görürük ki, ən çox mol N mol Z alınır. Deməli, Z, baxın, sudur, N mol. Orta mol 3 mol bu, 1 mol da bu. Deməli, N elə 6-dır. N-in qiymətini tapdıq 6. Bəs bizdən həm də nəyi istəyir? Formullar da elə burada hamısını gördünüz. Z sudur, Y SO3'dür, X da dəmir 2SO4 3'dür. İndi nəyi istəyiblərsə biz də 3-ünü də yazdıq. Bilmədik amma nəyi istəyiblər. Çünki aydın deyil. Xromun istiqat sulfat turşu reaksiya tənliyi yazın. Xrom eynən dəmirdir yoldaşlar. Burada dəmirin yerinə xrom yazın, düzələcək. Əmsallar da eynidir, hər şey eynidir. Təbii ki, mən sıfırdan yazacağım. Əmsalları bildiyim üçün o qədər də mənə əziyyət olmayacaq. Elə bir ki, dəmir və xromda xlorla, H-xlorla qatı sulfat və duru sulfat və nitrat reaksiyalarında dəmirin başına nə daş düşürsə, o daş həm də xromun başına düşür. Yəni eynidirlər.
Bəli. Qat rəqsətən yazım əmsalları qrafikasının neçə mol z əmələ gəldiyini hesablayın. Yenə mol zaman qrafikdir. Ən çox mol x əmələ gəlib. Deməli 1, 3, 6. X deməli sudur. Y deməli SO3-dür. Z də dəmir xrom 3 sulfatdır. Neçə mol z alınır? 3,6 mol su alındıqda z, yəni xrom 3 sulfat 6 0,6 mol alınır da. 0,6 mol olacaq. Bəli. Davam edirik. 21-ci sualla kükürdü natrium aşı ilə bayaq reaksiya var idi. Təkrarçılıq əslində bir cəhətdən öyrədir, bir cəhətdən də yorur. İndi də görüm bu əmsallar yadındadır mı? Bura 6 idi, dəqiq. Bura 2 idi, bura 3 idi və burada 3 idi. Bəli, düzəldi. İndi kütlə zaman qrafikidir. Buna diqqət eləyəcəyik. İlkin maddələrdən 3 vur 32, 96 qram kükürdü ilə 6 vur 240 qram natrium aşı reaksiya. Bu birinci qrupun 2022-23 ətraflısıdır. 2023 birinci qrup ətraflısıdır. Səhv xatırlamıramsa belə bir sual var idi orada. Görünən baş reaksiyanın əmsalı və qrafikasını M hesablayın. Yəni hansısa maddə artıq qalır burada. Eyni kütlədə hər ikisini götürsək, görürük ki, natrium aşı çox sərf olunur da. Bunların götürdükdə 96 qram kükürdüyə 240 qram natrium aşı reaksiya girir. İndi eyni kütlədə götürsək, natrium aşı daha çox sərf olunacaq. Hər 96 qram kükürdü 240 qram natrium aşı sərf olunur. Onda 60 qramla nə qədər kükürt reaksiya girdiyini tapsaq, 4 dəfə az, 24 qram. Və 60-dan da 24-ü çıxarıq, sərf olunanı, M qalar. 60 çıx 24, 36 qram deməli burada sərf olunacaq. Nə? Yox, sərf olunacaq, artıq qalacaq. 36 qram burada artıq qalma olacaq. M 36-dır. 22-ci sual. Yenə kükürdün qatı nitrat. Bu reaksiyanı yazmamışıq. Kükürdün qatı nitratla reaksiyası H2SO4 NO2 və sudur. NO2 alınan reaksiyalarda nitratla reaksiya girən nədirsə, onun dərəcə dəyişimi gəlir NO2-nin qabağına əmsal kimi düşür. Bu belə. 6 da bura atdıq. Bu S özü 1 qalacaq. O heç. Burada 2 atacağıq. Deməli 6, 2, 12, 14, 14, 18. Bəli, düzəldi. Mol zaman qrafikidir. Deməli, burada hər 1 mol kükürdü ilə 6 mol nitrat durcusu reaksiya girir. Deməli, eyni molda götürdükdə təbii ki, nitrat hamısı reaksiya girəcək. Biz 3 molla nə qədər reaksiya girər? X. 3 ilə 0,5 reaksiya girer. Amma hər ikisi eyni götürülüb də. 3 götürülüb. Və qrafikası M hesablayın. Deməli, 3 moldan 0,5 reaksiya girirsə, 2,5-i artıq qalar. 2,5 mol kükürt artıq qalar. Bu da son sualın izahı idi. Səhv deməyək də, tamam suallarımız var idi. Yəni birinci sual məsələn çox qəşəng sualdır, amma şərtdə əskikliyi var. Bəzi var idi belə bir suallar. Bunu nəzərə almasaq ümumilikdə hamısı ağır suallar demək olar ki, 1-2 asan suallar. Ümid edirəm sizin üçün faydalı olacaq. Bu qədər. Sağ olun.